Qaraqan, evakuasiya. 1-ci hissə. Fidan. Təhlükə qorxusu təhlükənin özündən 10 dəfə təhlükəlidir. Daniel Defoe. Riyaziyyatı hardasa başa düşmək olar. Rəqəmlər, hesablar sabah hansısa bir məsələdə bizə lazım olacaq. Evə divan alanda ölçüsünü bilmək üçün, ya bazarlıq eləyəndə çəkini bilmək üçün, pulu saya bilmək üçün. Riyaziyyat lazım ola bilər. Biologiya da vacibdir. Ən azı öz bədənimizi öyrənmək, bitkiləri anlamaq üçün. Bu informasiyalar bizə necəsə lazım ola bilər. Ədəbiyyatı da başa düşdüm. Yazıcıdır, şairdir. Bu adamlar millətin xarakterini formalaşdırır, mənəviyyatını zənginləşdirir. Amma bu zəhrimara qalmış Qacar şahın hakimiyyət illəri, ya Slavyanların yürüşü, ya Fətəli xanın birinci tutduğu vilayət, sonra ikinci tutduğu vilayət, döyüşlər arasındakı il fərqi. Bax, bunu heç cür anlaya bilmirəm. Axı bu zəhrimar rəqəmləri nəyə görə əzbərləməliyəm? Həyatın hansı anında mənə lazım olacaq bu rəqəmlər, bu xırdalıqlar? Bakıda 100 minlərlə şagird var. Hamısı 11-ci sinifə kimi milyonlarla mənasız fakt əzbərləyir. Doğrudan mənasız, heç kimə lazım olmayan faktları əzbərləyir. Və bu, bizim dilimizdə elm adlanır. Bu nəyə lazımdır ki? Mənim nəyimə lazımdır nə vaxt olub Hunların ikinci yürüşü? Bu mənə kimisə sevməkdə, ərə getməkdə, ya sabah restoran açıb biznes qurmaqda, ya xaricə köçüb işləməkdə necə kömək ola bilər ki? Yəni, elə bir ehtimal var ki, kimsə mənə küçədə yaxınlaşıb Hunların yürüşünün nə vaxt olduğunu soruşsun. Əlbəttə ki, yox. Bunu atama da, anama da demişəm. Hətta onların özündən soruşmuşam. Onlar da bilməyiblər. Bu hadisəni bizim qoca, əlləri əsən tarix müəllimimizdən başqa heç kəs bilmir. Bir gün direktor sinifə girən kimi birinci məni qaraladı. Niyə dərsə qulaq asmırsan? Sualın cavabında mən də sual verdim. Hunların yürüşü nə vaxt olub? O gözlərini bərəldib sustu. Hunların bu zəhrimara qalmış yürüş illərini direktor da bilmirdi. Müəllimlərlə uzun-uzadı mübahisələri, imtahandan aldığım 2-lər, verdiyim suallar, geyindiyim paltarlar, bütün bunlar onlarda gülüş və təəccüb doğurur. Uşaqların çoxu elə bilir ki, valideynlər nə deyirsə onu eləmək lazımdır. Müəllim nə tapşırırsa onu oxumaq lazımdır. Lap oxumasalar belə içlərində inanırlar ki, müəllimlərin evə tapşırdığı dərslər doğrudan da bizə lazımdır. Elə bilirlər, dərsdən 5 aldılarsa, sabah Mercedeslər də olacaq, villalarda. Daha bilmirlər ki, dərs başqa, iş başqa. Mənsə heç bir halda dilimi qatlayıb yerimdə oturmuram. Elə bil susmaq və itaət etmək düyməsi mənim beynimdə işləmir. Bu sonuncu ildə bitirib rəssamlıq akademiyasına daxil olacağam. Ən yaxşısı rəssamlıqdır. Ağlıma gələn çəkib üstünə 2000 euro qiymət yazacağam. Qoy 1 il, 2 il heç nə qazanmayım, amma bir gün bir varlı adam elə biləcək ki, bu rəsmdə böyük fəlsəfə var və alacaq. Axı, mənim kimi qızları heç bir ofisdə, heç bir şirkətdə işə götürməzlər. Amma rəssam olsam, bütün dəliliyimi, qeyri-adiliyimi, mənim xüsusi istedadımla əlaqələndirəcəklər. Onda istədiyim hər şeyi edə biləcəm. Cəmaat da baxıb deyəcək ki, işiniz yoxdur, rəssam adamdır. Yəqin bədahətən ağlına ideya gəlib, ona görə gicləyir. Həyəcan siqnalı. Səhər yuxudan oyanıb dişlərimi fırçaladım. Sonra yemək yeyib güzgün qabağında oturdum. 11-ci sinif çox qəribə bir keçiddir. Hələ məktəbli sayılsam da, bədən quruluşumla, ümumi görünüşümlə heç də 23 yaşlı qızlardan geri qalmıram. Dərsə gedəndə ac baxışları həmişə üzərimdə hiss edirəm. Sanki oğlanlar şuuraltı anlayırlar ki, mən tam böyümüşəm və digər qızlardan fərqli olaraq onları həqiqətən çox xoşbəxt edə bilərəm. Psixologiyanı sevdiyimdən bilirəm ki, oğlanlarda bir çox şey şuuraltı səviyyədə baş verir. Yəni onlar qıza vurulanda ya qızı sevəndə bunu bilərəkdən eləmirlər. Bu təbiət qanunlarına görə bir erkək kimi onlara verilmiş instinktlərdir. Oğlanlar instinktlərinə uyğun olaraq qızlara vurulub evlənirlər. Məsələn, qırmızı pomada ya qırmızı palpaltar niyə seksual sayılır? Çünki yaz aylarında dişi heyvanların cinsi orqanı xüsusi qırmızı hormon ifraz edir və bu erkəklərə bu siqnal olur. Yəni ki, mən cinsi əlaqəyə hazıram. Ona görə də kişi qırmızı paltarlı qadın görəndə şuuraltı düşünür ki, bu qız cinsi əlaqəyə hazırdır. Yaxşı, bəs kişilərin niyə böyük sinəli qızlardan xoşu gəlir? Sizcə sadəcə porno saytlarının reklamlarına görə? Xeyr, bu biologiyadır. Bir erkək dişini seçərkən şuuraltı olaraq onun sağlamlığına fikir verir. Çünki cinsi əlaqədən yaranacaq uşaq sağlam olmalıdır. Erkəklər dişiləri seçərkən ilk olaraq onlar sinəsinə fikir verirlər. Sinə böyük və sağlam olsa, bu dişidən olacaq uşaq daim sağlam və keyfiyyətli südlə qidalanacaq.
Yəni bu oğlanların acgözlüyü ilə yox, onların şuuraltı instinktləri ilə bağlıdır. Heç oğlanlar özləri belə bunu bilmir. Rəqs edən qadınlar da kişiləri cəlb edir. Bu da yalnız sağlamlıqla bağlıdır. Əgər qadın belini fırladıb, ayağını cəld tərpədə bilirsə, deməli erkəkdən olacaq uşağı doğmaqda heç bir çətinlik çəkməyəcək. Ona görə kişilər kök və hərəkətsiz, ya çərtiyə kimi ara qızları xoşlamırlar. Çünki belə qadınlar uşaqlara lazımlı qidanı və rahatlığı verə bilmirlər. Bu fikirlərlə makyaj edəndən sonra ayağa qalxıb paltarıma baxdım. Özəl olmağı xoşlasam da, dərsə həmişə cins şalvar və sport ayaqqabılarımda gedirəm. Bu ya Converse olur, ya Nike. Göy cins, ağ ayaqqabı və ağ düyməli köynək. Bütün bunların da üzərindən kiçik qara jiletka geyinirəm. Belə geyimdə həm çox qəşəng oluram, həm də çox rahat. Məni dərsə atam aparır. Böyük cipdə məktəbin həyətinə gəlirəm. Orada atamın yanağından öpüb çantamı götürürəm. Yolda biz həmişə Avrilin mahnılarına qulaq asırıq. Atam sağollaşanda həmişə maqnitofonu söndürüb mənə uğurlar diləyir. Atam neft şirkətində işləyir. Pulu da yaxşıdır, hörməti də. Amma bunlardan əlavə həm də yaxşı atadır. O həmişə məni hər şeydə dəstəkləyir. Qeyri-adi dəliliklərimə dözməli olsa da, bir dəfə də olsun bu barədə mənə pis bir şey deməyib. Bəlkə də imkanlı olduğundan hardasa rahatlıq var içində. Gözəl və tərbiyəli olmağımdan başqa məndən heç nə tələb etmir. Anamı da çox istəyir, məni də. Evin tək qızı olduğumdan, nənə babalar bizdən ayrı yaşadığından üçümüz həmişə yaxşı vaxt keçirə bilirik. Yəni, Bakıda bir çox gənclərdə olan ailə problemlərindən heç biri məndə yoxdur. Mən doğrudan da yaxşı ailədə böyümüşəm. Arada xarici uçub istirahət eləmişik, həmişə paltarlarım olub, rahat, geniş evimiz olub. Heç bir ailə problemim olmadığından, maddi çətinliyim olmadığından, rəssamlığı və psixologiyayı ayırmağa vaxtım və həvəsim də olub. Mən bilirdim ki, rəssam olub pul qazanmasam belə atam məni saxlayacaq. Evlənsəm və sevdiyim oğlan da kasıb olsa, atam yenə də bizi saxlayacaq. Ona çox güvənirdim. Amma heç ağlıma gəlməzdi ki, öyrəşdiyim bu rahat və komfortlu həyat tərzi bircə günün içində dəyişə bilər. Bu qəribə zəng çalınmamışdan əvvəl sinifdə tam sakitlik idi. Hamı tarix müəlliminin sifətinə baxır, o isə eynəklərinin üstündən iri gözlərini mənə zilləyib cavabımı gözləyirdi. Elə bilirdi ki, bugün öyrənə bilməmişəm bu zəhrimar yeni tarixi. Amerika prezidentləri Woodrow Wilson və Kennedy'nin, sonra da Roosevelt'in hakimiyyətlərinin ardıcıllığını danışmalıydım. Hələ bilə-bilə ki, mən rəssam olacam, yenə də mənə gic-gic suallar verir, öz ağıllılığını sübut etmək istəyirdi. Mən dəqiq bilirdim ki, Kennedy'ni maşınında öldürüblər, amma o birilər nə vaxt olub, nə vaxt ölüb, heç bilmirdim. Bir də bilirdim ki, Kennedy ilə Marilyn Monroe'nun eşq macəraları olub. Başqa heç nə bilmirdim. Amma bunu o qoca əlləri əsən, boğazından dərsi salınan və gözləri ilə məni divarı dirəyən müəllimə deyə bilməzdim. Pencəyin arasından çıxan araq uzun boynu lap çanağından çıxan tısbağa boynuna bənzəyirdi. Beynimdə bircə o idi ki, bu 11-ci sinif tez qutarsın. Amma hələ yarısındaydım. Hara qutarır? Müəllim isə cavabı gözləyirdi. Mən güya beynimdə nə isə hesablayır, barmaqlarımı hər dəfə bükürdüm. Amma bütün məqsədim vaxt qazanmaq idi. Axı çox vaxt nəsə baş verir ki, birdən dərs pozulur. Ya bu qoca zavudçu direktor yanına çağırır, ya da kimsə qapını döyüb dərsə gecikdiyini deyir və müəllim onu danlamağa başlayır. Ya da kimsə mənasız sual verib müəllimin başını qarışdırır. Amma gözlədiyim hadisələrdən heç biri olmadı. Baş verəcək hadisəni, məni müəllimin sualından xilas edəcək hadisəni isə heç ağlıma belə gətirməmişdim. Hər şey qəflətən oldu. Birdən möhkəm zəng çalındı. Qəribə bir zəng. Bütün siniflərə səs salan, məktəbin binasını silkələyən çox qəribə, gürültülü zəng. Bəlkə də bu zəng deyil, hansısa siqnal idi. Adətən belə zənglər ancaq müharibə filmlərində səslənirdi. Zəng çalınan kimi bütün sinif donub qaldı. Əlləri əsən tarix müəllimi mat-mat divarlara baxır, səsin hardan gəldiyini anlamağa çalışırdı. Mən də o yan bu yana çevrilib bu qulaq batıran səsin hardan gəldiyini tapmaq istəyirdim. Bəzi qızlar qulaqlarını əlləri ilə tutmuşdular. Arxa partada oturan ən zirək oğlanlar ayağa qalxıb qapıya yaxınlaşmışdılar. Mənsə yerimdəcə donub qalmışdım. Bu nə idi görəsən? Zəng kəsilən kimi yuxarı mərtəbədən və dəhlizdən gürültü səsləri gəlməyə başladı. Bu, yüzlərlə şagirdin addım səsi idi. Hamı harasa qaçırdı. Əvvəlcə bu, Neft Akademiyasındakı qorxunc hadisəni xatırlatdı. Bir nəfər əlində tapanca ilə 20-dən çox tələbəni güllələmişdi. Amma bu fikri tez beynimdən çıxartdım. Bütün şagirdlər qapının ağzına yığılıb dəhlizə baxırdı.
Tarix müəllimi də ayağa qalxmışdı. Eyni hadisə bütün siniflərdə baş vermişdi. Direktor müavinləri uşaqları bayıra səsləyir, şagirdlər qarışqa kimi dəhlizə tökülürdülər. Həmin an biraz sevinmişdim də. Yəqin ki, nəsə iclas ya tədbirdir. Deməli, tarix müəllimindən canım qurtardı. Pilləkənləri enməyə başladıq. Uşaqlar bir-birindən nə baş verdiyini soruşur, müəllimlər bir-birini sakitləşdirirdi. Amma kimi deyirdi, müharibə başlayıb, kimi deyirdi, yəqin yoxlama gəlib, kimi deyirdi, bəlkə prezidentin özü məktəbimizə gəlib. Bunların hamısı inandırıcı gəlirdi. Biz heyətə düşəndə direktorun əsəbi baxışları hamını susmağa məcbur etdi. Düzün hamısını bura, siniflərə uyğun düzün. Direktorun baxışlarından hiss olunurdu ki, heç o özü də bilmir biz bura niyə düzülmüşük. Amma tez-tez udqunub öskürməyindən anlaşılırdı ki, indicə bizə nəsə deyəcək. Əziz şagirdlər, sinif rəhbərlərinizdən ayrılmayın. Nizam-intizama riayət edin. Bayaq eşitdiyiniz səs həyəcan siqnalı idi. Bu siqnal ölkədə hər hansı fövqəladə hal baş verəndə çalınır. Hamı öz müəlliminə qulaq assın. Məsələyə aydınlıq gələn kimi sizi evinizə buraxacağıq. Heç kəs məktəbin həyətindən bayıra çıxmasın. Bizim direktor yaxşı adam idi. Ona görə bütün məktəbdə hörməti vardı. Onun sözünə qulaq asırdılar. Qorxduqları üçün yox, onun dediklərinə inandıqları üçün. Bu sözlərdən sonra pıçıltılar başlandı, şagirdlər mızıldanır, müəllimlər bu siqnalı müzakirə edir, kişi müəllimlər qadınları sakitləşdirməyə çalışırdılar. Hamı sakitcə nə baş verəcəyini gözləyirdi. Məktəbin ən kök, ağır yerişli müəllimələri də pillələrdən aşağı enirdilər. Uşaqlardan kimsə demişdi ki, təyyarələr gələcək. Ona görə hamı göyə boylanırdı. Əlimi çantama salıb mobil telefonumu tapdım. Bizdə uşaqların telefon gəzdirməsinə icazə vermirdilər. Ona görə çantanın içindəncə atama zəng etməyə çalışdım. Amma telefon dalğaları etmişdi. Bax elə həmin an mən doğrudan qorxmağa başladım. Bir daha zəng etməyə çalışdım, yenə alınmadı. Sinif yoldaşıma dedim ki, telefonum tutmur. O da öz telefonuna baxdı. Onun telefonda dalğa yox idi. Bundan sonra həyəcan domino daşları kimi şagirddən şagirdə ötürülürdü. Bir neçə dəqiqə sonra hətta müəllimlər də telefonlarını havaya qaldırıb dalğa axtarır, zəng etməyə çalışırdılar. Amma heç bir xeyri yox idi. Yüzlərlə telefon havaya qalxıb yellənir və bu qorxunc mənzərə məni birtəhər edirdi. Görəsən bu nə demək idi? Bu arada əsasən idman müəllimi seçilirdi. Zərif, incə intellektualların əhatəsində həmişə dar düşüncəsinə görə aşağılanan idman müəllimi sanki ən uğurlu saatını yaşayırdı. Uşaqlar, qorxmayın, bu fövqəladə haldır. Yadınıza gəlirsə dərslərdə keçirdim. Ən əsası mərkəzləşdirilmiş idarəni itirməməkdir. Hamı direktora qulaq asır. Heç kəs yerindən tərpənmir. O çox gözəl bilirdi ki, əgər kiçik bir panika dalğa şəklində bütün məktəbə yayılsa, hərə bir tərəfə qaçacaq və aləm dəyəcək bir-birinə. Ona görə də hamını eyni yerdə saxlamaq lazım idi. Mən yanımızdakı müəllimlərin pıçıltısını eşidirdim. Danışıqlardan aydın olurdu ki, heç kəsin heç nədən xəbəri yoxdur. Axı görəsən, niyə bizi buraya toplayıblar? Niyə telefonlar tutmur? Ən maraqlısı da o idi ki, nə Baksel tuturdu, nə Azersel, nə də Nar. Belə şey isə mümkün deyildi. Ancaq yeni ildə saat 12 tamamda telefonlar tutmurdu. O da zəng edənlərinin sayının çoxluğundan. Bu fikir ağlıma gələn kimi biraz sakitləşdim. Yəqin şəhərdə ümumi həyəcan siqnalı verilib və indi hamı bir-birinə zəng etdiyindən telefonlar tutmur. Bunu yanımdakı uşaqlara da dedim. Dedim ki, qorxmasınlar. Fevral küləyi əsir və bizi ağac budaqları kimi yelləyirdi. Biraz da burada dayansaydıq, səhərə sağlam şagird qalmayacaqdı. Direktor bir an belə gözləmədən idman müəllimini küçəyə yolladı. Get gör nə məsələdir, bəlkə yolda patrollara ya polislərə rast gəldin, vəziyyəti araşdır. İdman müəllimi sanki generaldan əmr almış kimi məktəbin darvazasına tərəf qaçdı. Direktor yenidən üzünü bizə tutub, hər kəsi sakitləşdirməyə çalışdı. Uşaqlar, qorxmayın. İndi biz bir xəbər alacağıq. Ola bilsin ki, dərslər bu gün təxirə salındı. O bu cümləni qəsd dedi ki, qorxu hissi dərsin olmayacağı kimi xoş hisslə əvəzlənsin. Bu doğrudan da bir çox şagirdin üzündə gülüş əmələ gətirdi. Amma mənim içimdə çox qəribə bir sıxıntı vardı. Görəsən niyə? Atam hardadır indi? Bəs anam? Görəsən onlar bilir ki, mən burada küçənin ortasında dayanmışam. Mən heç məktəbin həyətində bu qədər dayanmazdım. Atamı həmişə sinifdə gözləyirdim. O da böyük ciplə gəlib məni evə aparırdı. Gözümün qabağına atamın iş yeri gəldi. Eyni mənzərəni orada da təsəvvür elədim. Onların direktorda işçiləri düzüb sakitləşdirməyə çalışır. Yəqin o da mənə zəng edir və zəng çatmadığını görüb narahat olur. Bəlkə də indi yoldadır, dalımca gəlir.
Paralel siniflərdəki bəzi oğlanların lap ürəyindən idi bu siqnal. Axı onlar məni ancaq məktəb qapısından maşına minən anda görə bilirdilər. Amma indi onların böyründə dayanmışdım. Sinifimizdəki ən gözəl qız mən idim. Ona görə məndən əl çəkmirdilər. Hamı baxır, hamı göz qaş eləyirdi. Elə bununla da lap hörmətdən düşürdülər. Qızları heç vaxt onların arxasınca sürünən oğlanlar maraqlandırmayıb. Əksinə, hansı oğlan keç qızlara fikir vermir, o da ən maraqlı oğlan olurdu. Bizdə də belə birisi var idi. Bizdən 2-3 cərgə o yanda dayanmışdı. Düzdür, onunla heç vaxt bir yerdə olmağımı təsəvvür edə bilməzdim. Çox qapalı oğlan idi. Onu heç kəs tanımırdı. Yəni, hərfi mənada heç kəs tanımırdı. Doğrudan tanımırdı. O bizim məktəbin ilin əvvəli gəlmişdi. Birinci dəfə idi ki, kimsə 11-ci sinifdə məktəbini dəyişirdi. Onunla ilk dəfə 3-cü mərtəbənin dəhlizində üz-üzə gəldik. Mən biologiya kabinetinin qarşısında dərsin bitməsini gözləyirdim. O isə hansısa başqa sinifdə dərsin bitməsini gözləyirdi. İkimiz də birinci dərsin son 10 dəqiqəsinə çatmışdıq. Ona görə dərsə girib danlanmaqdansa, bayırda ikinci dərsi gözləmək yaxşı idi. O qara paltarda idi. Adi qara şalvar, qara köynək, qara ayaqqabı və qara kapüşon. Bizim məktəbdə məktəb forması yox idi. Ona görə kim nə istəyir geyinirdi. Amma qadağı olmasa da bizim oğlanların geyimləri eyni idi. Hamısı göy cins, ağ köynək və qara tuflidə gəlirdilər. Saçları da jeleli. Elə bil onların hamısı inkubatordan çıxırdı. Amma bu oğlan hamıdan seçilirdi. Həmişə qulaqcıqlarda nə isə dinləyir, heç vaxt heç kəslə danışmırdı. İlk dəfə məni görəndə cəmi bircə saniyəlik mənə baxdı. Baxışları ilə məni aşağıdan yuxarı incələdi və sonra sanki sildi məni. Tamamilə sildi. O divara söykənib qulaqcıqlarındakı musiqini dinləyir, mənim varlığımı heç vecinə də almırdı. Məni özümdən çıxaran da elə bu idi. Fikirləşirdim bəlkə sevdiyi qız var. Amma qızlar deyirdi ki, heç kəsi yoxdur. Ümumiyyətlə belə bir oğlanın sevgilisi ola bilməzdi. Onun bu sakitliyinə, özünə qapallığına heç bir qız dözə bilməzdi. Onun mənə baxmaması necə qüruruma toxunmuşduysa, tez-tez onun oxuduğu sinifin yanından keçir, ya da sinifə girib tanış qızlarla söhbət edirdim. Hər dəfə də yeni paltarda, daha maraqlı, daha cazibədar. Amma heç nəyin xeyri yox idi. Arxa partda oturub, ya kitab oxuyur, ya da nəsə bir cızma-qara edirdi dəftərdə. Məni ümumiyyətlə görmürdü. Halbuki məktəbdə 2-3 gözəl qız vardısa, biri mən idim, bəlkə də birincisi. Qara kapşonun altından qalın qara qaşları və yaşıl gözləri görünürdü. Tünd yaşıl gözləri var idi. Çox qəribə oğlan idi. Cizgiləri də gözəl idi. Əslində bu cür oğlan dərs oxumayan avaralara qoşulmalı, onlarla birlikdə məktəbin büfetindəki qızlarla danışmalı, arada bir qızlardan birini məktəbin arxasına aparıb orada öpməli idi. Amma yox, onun heç adını da bilmirdim. Axı soruşsaydım, başa düşəcəkdilər ki, onunla maraqlanıram. Bu şayiə də mənə lazım deyildi. Onsuz da 11-ci sinifi bitirən kimi yeni universitet həyatı başlayacaqdı. Amma nə qədər özümü sakitləşdirsəm də, onun mənə maraqlı olmadığını özümə desəm də, hər səhər bəzənəndə, geyinəndə, parfum seçəndə onu düşünürdüm. Onun fikri mənim üçün ayağımın altı ilə sürünən başqa oğlanların fikrindən maraqlı idi. Hələ ondan bundan eşitmişdim ki, qiymətləri də yaxşıdır. Demək olar ki, bütün dərslərdən əlaçı idi. Amma tez-tez yoxlamaları buraxdığından onun seçilmiş şagirdlərin sırasına sala bilmirdilər. Ya da özü bunu istəmirdi. Onunla ikinci üz-üzə gəlməyimiz bu ayın əvvəlləri oldu. Həyətdə atamın maşını gözləyərkən onun dərsdən çıxdığını gördüm. Məktəbin bəzi oğlanları özləri maşın sürürdü. Bəziləri isə dərsə avtobus ya metro ilə gəlirdi. Bilmirdim o hansılardandı, varlıdır ya kasıb, ya orta təbəqə. Düzdür, bu şeylərə fikir verdiyim üçün özümü qınayırdım, amma hər halda biz qızlara bu həmişə maraqlı idi. Həmin gün dərsdən çıxıb çantasını bir çiynini asıb məktəbin darvazasına yaxınlaşdı. Düz mənim yanımdan keçəndə qəsdən onu çiynimlə vurdum. Amma elə toxundum ki, o elə bilsin mən onu yox, o məni vurub. O dəqiqədə qışqırdım. Nə eləyirsən? Qulaqcıqlarını çıxarıb üzünü mənə çevirdi. Həmin dəqiqə bütün içim əsirdi. Amma üzümdə ciddi və incimiş bir sifət almışdım. Üzr istəməsini gözləyirdim. Gözlərini qaldırıb düz gözlərimin içinə baxdı. Sakitcə, heç nə demədən bir neçə saniyə üzbəüz qaldıq. Həmin an həyəcandan yıxıla bilərdim. O heç nə demirdi. Sakitcə üzümə baxırdı. Bu sakitlik uzandıqca qızarır, bozarır və utandığımdan az qalırdım yerə girəm. Axı niyə belə elədim? O, axı hər şeyi başa düşdü. Başa düşdü ki, mən bunu qəsd eləmişəm. Özümü dünyanın ən sırtıq, ən düşük qızı kimi hiss edirdim. Bu sükutun ən dözülməz anında o ciddi-ciddi bağışlayın, dedi. Sonra üzünü çevirib darvazadan çıxdı. Həmin an, əgər avtobusa minsəydi, rahatlayıb deyərdim ki, sıradan birisidir.
Hansısa xarici maşınlardan birinə minsəydi, rahatlayıb deyərdim ki, papa uşağıdır. Amma nə birinci oldu, nə ikinci. Xarici maşınların arasından qara, iri Honda motosikleti göründü və o başına kaskanı taxıb, bir də mənə tərəf baxıb, gürültülü mühərrik səsi ilə gözdən itdi. Arxadan gələn rəfiqələri məni qucaqlamasaydı, yerə yıxılacaqdım. Kimdir o? Hardan gəlib? Niyə var mənim həyatımda? Niyə bu qədər gizlidir? Gözlərim cərgələri gəzir və o biri sinifin şagirdləri arasında onu axtarırdım. Sadəcə mənə maraqlı idi. Görəsən, gəlibmi bu gün dərsə? Görəsən, o nə edir bu qəribə vəziyyətdə? Onu tapanda içim rahatlandı. O da öz sinifinin cərgəsində dayanıb, gözlərini direktora zilləmişdi. İndi hamı ancaq bu siqnalın nə ilə nəticələnəcəyini gözləyirdi. Yəqin ki, müxtəlif ölkələrdə, məktəblərdə tez-tez həyəcan siqnalını məşq edir və şagirdləri buna hazırlayırdılar. Amma bizim məktəbdə heç vaxt belə bir şey olmamışdı. Bəlkə də insanlar o qədər rahat yaşayırdı ki, heç bir qorxu onları bu rahatlıq yuxusundan oyatmırdı. Düzdür, Qarabağ müharibəsi olsa da, 20 yanvar olsa da, bunlar bizə çox uzaq keçmişdə baş vermiş tarixi hadisələr kimi gəlirdi. Bizi böyüklər həmişə pisləyirdi ki, indiki gənclər unudur tarixini. İndiki gənclər müharibə olsa döyüşə getməyəcək. Amma belə deyil, bu bizdən asılı deyil. Axı biz müharibə görməmişik. Bizim yaxınlarımız orada ölməyib. Biz heç vaxt Qarabağda olmamışıq. 20 yanvarda isə biz çağaydıq. Yəni bunu başa düşsün də böyüklər. Onlar özləri uduzduqları torpaqlara görə biz gəncləri günahlandırırlar. Bu nə dərəcədə düzgündür. Həmişə bu fikirlərə görə məni qınayırdılar. Amma hardasa içlərində başa düşürdülər ki, Qarabağ, Xocalı, 20 yanvar bizim üçün Borçalı, Zəngəzur, Cənubi Azərbaycan kimi sadəcə tarixi adlara çevrilib. Həm də dövlət istəsəydi ki, biz vətənpərvər olaq, gündə 10 dəfə vətənpərvər veriliş verərdi şou proqramlarının əvəzinə. Bəlkə də qız olduğum üçün o qədər də vətənpərvər ola bilmirdim. Ya da varlı ailədə doğulduğumdan, bilmirəm. Bunu fikirləşdikcə lap narahat olurdum. Bəlkə doğrudan müharibə başlayır. Elə bu fikir ağlıma gəlmişdi ki, birdən idman müəlliminin tər içində qaça-qaça qayıtdığını gördük. Doğrudan da çox yaxşı qaçırdı. İlk dəfə onun qaçış dərsinə hörmətim artdı. Deməli düz deyirdi ki, nə vaxtsa bu sizə lazım olacaq. Tarixdən də çox, riyaziyyatdan da çox. O həmişə belə deyirdi, əsasən də oğlanlara. Fiziki gücün çox vacib olduğundan danışırdı. Bizim uşaqlar da ona gülür, telefonlarında oyun oynayırdılar. Direktora yaxınlaşıb dedi, narahat olmayın, indi gəlirlər. Direktorun gözləri bərəldi. Kim gəlir, nə danışırsan? İdman müəllimi nəfəsini dərərək, göy avtobuslar, indi gəlir avtobuslar, dedi. Bu sözdən mən çox qorxdum. Nə avtobus? Niyə gəlir avtobuslar? Bu nə deməkdir? Yenidən telefonu açıb, atama zəng eləməyə çalışdım. Amma dalğa yox idi. Məni ağlamaq tutsa da özümü saxlayırdım. Bəzi qızlar özlərini itirmişdilər. Bu əsasən qabaqda oturan əlaçı qızlar idi. Gözlərinin yaşını silə-silə mızıldanırdılar. Yəni bizim əlaçı ağlayırsa, direktor qorxursa, idman müəllimi təlaş içindədirsə, niyə mən bu qədər rahat olmalıydım ki? Narahatlıqdan içim əsirdi. Əvvəlkindən lap çox. Üzümü müəllimlərə tutub soruşurdum. Niyə bizi burada saxlayırlar? Bu nə deməkdir axı? Niyə telefonlar işləmir? Amma mənim həyəcanıma fikir verən yox idi. Necə ki, əlaçının ağlamasına, necə ki, uşaqların telefonlarını göydə yelləyib dalğa axtarmağına, hər kəs həmin an ancaq özünü düşünürdü. Öz ailəsini, öz dostlarını, öz canını. Göy avtobuslar. İdman müəllimi əli ilə məktəbin darvazasına yaxınlaşan göy avtobusları göstərdi. Budur, gəlirlər, avtobuslar gəlir. Avtobuslar içəri daxil olub, sinif cərgələrinin qarşısında dayandı. 3 avtobus gəlmişdi. 3 iri avtobus. Rayonlara gedən avtobuslar idi. Amma üstlərində bir dənə də olsun yazı yox idi. Hətta maşınların markasını belə oxuya bilmirdim. Nə avtobuslardı bu? Niyə biz onlara minməliyik? Heç nə bilmirdik. Avtobusların qapısı açılanda içəridə sürücüləri gördük. Bizim direktor tez soruşdu. Ay qardaş, bu nə məsələdir? Nə baş verib? Hara aparırsınız bizi? Avtobus sürücüləri də çiyinlərini çəkib cavab verdilər. Biz bilmirik vallah. Bizə də deyiblər ki, hamını avtobuslara yığıb içəri şəhər metrosuna sürək. Siz kimsiz ki? Bu nə avtobuslardır? Hansı nazirlikdənsiz? Biz sadəcə sürücüyük, adi avtobus sürücüsü. Tez eləyin, minin maşınlara. Sizi tez aparmalıyıq. Bizə vaxt qoyublar. Bu sözlərdən sonra müəllimlər və uşaqlar avtobuslara axışmağa başladı. Məni də itələyib özləri ilə avtobusa soxdular. Bax, həmin an doğrudan qorxmağa başladım. Axı mən neçə ildir ki, ancaq atamın maşını ilə gedirəm. Bəlkə atam gələcəyindi, mən avtobusa minmirəm axı. Nəyə görə?
Məktəbimizin uşaqları bir neçə avtobusa bölündülər. Mən də qonşu siniflə düşdüm. Ya qarışıq siniflər idi. Bilmədim dəqiq, içəri basa-basa idi. Uşaqları seçə bilmirdim. Bir neçə dəqiqədən sonra avtobuslar hərəkətə gəldi. Biz yavaş-yavaş darvazadan bayıra çıxdıq. Enli şüşələrdən şəhər görünürdü. Bakıda belə bir mənzərə heç vaxt görməmişdim. Elə bu mənzərədən sonra içəridə səs-küy salan ən dəcəl uşaqların ağzı bağlandı. Küçələrdə bir nəfər də olsun adam yox idi. Xarici maşınlar yolların ortasında atılmış, qapıları açıq, bəzilərinin işıqları yanırdı. Bütün marketlər və restoranların qapısı açıq, boş küçələrdə ancaq xüsusi fövqəladə halların patrolları fırlanır, traktorlar yolları minik avtomobillərindən təmizləyir, göy avtobuslar yol açırdı. Bəzi qərifi uniformada hansısa zabitlər, ya həkimlər, ya alimlər ora-bura qaçır, avtobuslara göstəriş verir və tək-tük qalan adamları maşınlarından çıxarırdılar. Çox uzaqda göy avtobuslar gedirdi. Arada mən arxaya bizim avtobusun arxası ilə gələn 2 avtobusa baxırdım. Biz Hüseyn Cavid prospekti ilə gedib şəhidlərə tərəf düşdük. Bütün şəhərdə nəsə bir təlaş vardı. Partlayan bir yer görünmürdü, qan yox idi, tüstü yox idi, amma ümumi ab-hava hansısa bir təhlükəli fırtınadan qabaqçı səssizliyi xatırladırdı. Avtobuslar Flame Tower'ın yanına aşağı dönərək İçərişəhər metrosu tərəf yönəldi. Baksovetə yaxınlaşdıqca içəridə gərginlik artırdı. Ağlayan qızların da sayı çoxalmışdı. Hətta bəzi müəllimlər uşaqları sakitləşdirməkdən özləri panika yaradırdılar. Bir neçə saniyə qala divarlarının yanında metronun girişindəki şüşə piramidanın arxasına avtobusumuz dayandı. Amma qapılar hələ də bağlı idi. Elə bu an sürücü üzünü arxaya çevirib avtobusun içərisinə səs verən mikrofon qoşdu. Hörmətli sərnişinlər, zəhmət olmasa əvvəldən axıra kimi hamınız əl-ələ tutun. İndi qapılar açılacaq və sizi metroya ötürəcəklər. Diqqətlə avtobusun qapısının ağzına baxdım. Xüsusi zəncirlənmiş kiçik bir yol düz metronun qapısına kimi gedirdi. Əl-ələ tutub sürücünün qapını açmasını gözlədik. O düyməni basan kimi qapılar açıldı və biz yavaş-yavaş boş şəhərə çıxdıq. Bu cür ölü sakitliyəli heç yanda rast gəlməmişdim. Həmişə insanlarla qaynayan İçərişəhər stansiyasının qarşısında indi təkcə patrul maşınları fırlanırdı. Şüşə piramidanın şəffaf pəncərələrindən içəridəki əli silahlı qarovul və hansısa spetsnaz işçiləri görünürdü. Amma onlar da çox qəribə idi. Heç polis patrollarına oxşamırdılar. Atamı görmək istəyirdim həmin an. Təsadüfən bu yoldan keçərkən onu görmək istəyirdim. Amma yox idi. Heç kəs yox idi. Biz kiçik dəmir cığırla metroya doğru hərəkət edirdik. Yolun kənarında metro işçiləri bizi sakitləşdirməyə çalışırdı. Qorxmayın uşaqlar, narahat olmayın. Sizin tanışlarınız, yaxınlarınız hamısı içəridədir, qorxmayın. Bu sözlərdən sonra biz daha həvəslə hərəkət etməyə başladıq. Çox qəribə idi. Mən gözləyirdim ki, qapı açılan kimi içəridə səs salan oğlanlar, ya ağlayan qızlar hərəsi bir tərəfə dağlaşacaq. Amma sən demə, təhlükə anında heç kəs dəstədən ayrılmaq istəmir. Hətta ən avara uşaqlar da quzu balası kimi əl-ələ tutub, başlarını aşağı salıb sakitcə hərəkət edirdilər. İndi tarix müəlliminin mağarada sürü halında yaşayan ilk insanlar haqqında danışdıqları yadıma düşürdü. Bu doğrudan da belə idi. Hamı qorxusundan çox intizamlı olmuşdu. Şüşə piramidanın içinə daxil olub eskalatorla aşağı enməyə başladıq. Bizim arxamızca digər avtobus gəldi. Orada da başqa adamlar vardı. Qocalar, cavanlar, fərqli adamlar. Sonuncu adam da içəri girəndən sonra metro işçiləri qapıları bağlayıb, gözətçiləri nəsə demək istədilər. Metro işçilərinə sual vermək istəyirdim, amma eskalatorlar endikcə gördüyüm mənzərə məni dəhşətə gətirdi. İçərişəhər metrosunun içərisində böyük dəmir yoxlayan aparatlar yerləşdirilmişdi. Lap aeroportdakı kimi. Onlardan o tərəfdə isə böyük masalar, müxtəlif ev əşyaları, qazanlar, konserv bankalar və digər əşyalar vardı. Metro böyük bir sığınacağa çevrilmişdi. Özümü qaçqın kimi hiss edirdim. Bizi niyə bura gətiriblər axı? Nə baş verib şəhərdə? Eskalatordan endikcə bizi metal yoxlayan aparatların arasından keçirtdilər. Ciblərimizi boşaltdıq. Mobil telefonu vermək istəməyəndə aparatın yanında əyləşən xanım gülümsəyib dedi. Xanım, bu sizin təhlükəsizliyiniz üçündür. Əsəb-əsəbi, xeyr dedim. Bu mənim şəxsi mülkiyyətimdir. Siz onu əlimdən ala bilməzsiniz. Mən atamla danışmalıyam. Qadının sifəti də dəyişdi, səsi də. Az, elə bilirsən mənə telefon lazımdır? Ver bura görək. Dövlət deyir da. Heç nə başa düşmədim. Növbədə dayananlar arxadan itələdilər məni. Ver də, uzatma, növbəni saxlama. Telefonu versəm atamla necə əlaqə saxlayacaqdım? Birdən müharibə başlasa. Bu fikirlərlə sıradan çıxıb kənarda dayandım. Bilmək istəmirdim, bizi hara aparırlar.
Amma hər nə olur olsun, telefonumu niyə istəsinlər ki? Bu nə deməkdir? Yox, vermirəm. Qoy növbə qutarsın. Siz mənə nə baş verdin deməmiş, telefonu verməyəcəm. Qadın tərs-tərs mənə baxıb ağzını büzdü. Sonra növbəti adamları yoxlamağa başladı. Uşaqlar içəri getdikcə mən lap qorxurdum. Bir neçə dəfə də atama zəng eləməyə çalışdım. Amma heç nə alınmadı. Zəng çatmırdı. Dalğanın olmadığı vaxtda hələ metroya da salırlar bizi. Adamlar keçdikcə telefonlarını qoyur, bəzi oğlanların arxa cibindən bıçaq çıxırdı, bəzi qızların çantasından notebook. Hamı da dəmir əşyaları aparatın qarşısındakı səbətlərə qoyurdu. Arxadan qara kapşonlu oğlanın da gəldiyini gördüm. Növbə ona çatanda qadın dedi, telefonumu ver. Oğlan əllərini qaldırıb, yoxlayın dedi. Mən telefonu işlətmirəm. Qadın ona aparatdan keçməsini istədi. O aparatdan keçdi və heç bir siqnal olmadı. Həqiqətən üstündə telefon yox idi deməli. Qəribədir. Axı deyəsən mən onun əlində telefon görmüşdüm məktəbin həyətində. Niyəsə onun içəridə olmağı mənə rahatlıq verirdi. O sonuncu idi. Növbə yenidən mənə çatdı. Ay qız, gəlirsən ya yox? Xanım, mənə nə baş verdiyini deyin. Bizi niyə bura salmısınız? Mən nə bilim, mən də sənin kimi. Görmürsən ölkədə nəsə baş verib? Bizə səbləşdirməkdənsə bəlkə adam kimi keçəsən içəri. Niyə telefonları yığırsınız? Olmaz da olmaz. Mənə belə deyiblər, mən də belə eləyirəm. Kim deyib? Kim deyib? Nə kim deyib? Metronun rəisi hamıya deyib. Nəyimə lazımdır sənin telefonun? Bura bax. 5 səbət telefon var. Bəlkə aşağıda şüalanma var. Nə bilim nə zibil var. Ona görə olmaz. Mənə deyiblər. Mən də eləyirəm də. Aşağıda? Harda aşağıda? Telefonu ver keç gör də harda. Məktəbimizin uşaqlarından da ayrıldın, bu tərsliyinə görə bax. İndi burada dava eləməyin yeri yoxdur. Uşaqlar da getdikcə məndən uzaqlaşırdı. Eyni sürüdən ayrılma qorxusu məni də özünə tabe eləmişdi. Tez telefonu səbətə tullayıb uşaqların arxasınca qaçdım. Amma onlar çox uzaqdaydılar. Aradan artıq xeyli adam keçmişdi, növbəni də poza bilməzdim. O da növbədən geri qalmışdı. Ona çatanda yenidən özümü itirdim. Yanında axmaq kimi görünmək istəmirdim. Qorxu üzümdəki bütün gözəl cizgiləri silmişdi. Amma yenə də ona yaxın olmaq istəyirdim. Bizi qatar yolları gedən hissəyə gətirdilər. Orada yerə piləkən qoymuşdu. Hamı bu piləkənlə dəmir yolların arasına düşürdü. Qorxudan ürəyim əsirdi. Əl fənərləri ilə işıq salaraq bizi qaranlıq tunelə aparırdılar. Bizi ayrı-ayrı qruplara bölürdülər. Heç ağlıma gəlməzdi ki, İçəri şəhər metrosunda tunellərdən əlavə böyük bir darvaza da var. Həmin darvazadan içəri geniş bir yol gedirdi. Biz bu yolla gedirdik. Qıraqdan kimsə qışqırırdı ki, hamı eşitsin. Divarlara əl vurmayın. Cərəyan ola bilər. Ayağınızın altına baxın. Ehtiyatlı olun. Hamı növbə ilə indi aşağı inəcəyik. Birazdan tunel işıqlandı və biz azca geniş bir zala daxil olduq. İçəridən qəribə metro qoxusu gəlirdi. Zalın qarşısında liftlər vardı. Dab köhnə binalardakı sovet liftləri kimi. Bunu görən hamı təəccüblənirdi. Metronun içində lift, amma adamlardan biri o birisinə dedi. Gördün, mən sənə deyirdim ki, metroda MTN-in liftləri var. Yerin dibinə gedir. Orada da bunkerlər var. Sən inanmırdın. Bizim qohumumuz polkovnikdir. O özü neçə dəfə bura düşüb. Hər şey yuxu kimi gəlirdi mənə. Bircə şeyə görə rahat idim. O da əynimdəki geyimim. Kabluklu qızlar bu dəmir dümürlü tunellə hərəkət edib lap zülüm çəkirdilər. Bizi aparan dəstə başçısı üzünü cəmaata tutub dedi. Hörmətli vətəndaşlar, burada liftlərə minib təhlükəsiz yerə gedəcəksiniz. Aşağıda sizi qarşılayacaqlar, amma xahiş edirik növbə ilə minin. Bir liftə 5 nəfərdən artıq adam minə bilməz. Liftdə hərəkət etməyin, düymələri basmayın. Bu liftlər çox köhnədir, ehtiyatlı olun. Yadınızdan çıxarmayın, hər kəsin təhlükəsizliyi ən birinci özündən asılıdır. Bu sözlərdən sonra liftin düyməsini bastı və cəmaatı beş-beş içəri buraxdı. 2 lift dayanmadan aşağı-yuxarı işləyir, kütlə getdikcə azalırdı. İçimdə qəribə bir qorxu vardı, tənhalıq qorxusu. Daha evə qayıtmamaq qorxusu, ölməyə qorxusu. Növbə bizə çatanda diksinib sanki yuxudan oyandım. Biz liftə daxil olduq. Mən, qara paltarlı oğlan, tanımadığım bir qadın, 12-13 yaşlı daha 2 oğlan. Lift yavaş-yavaş aşağı enməyə başladı. İçəridə mərtəbələri göstərən ekran işləmirdi. Qara paltarlı oğlana baxırdım, o da mənə baxırdı. Bunu istədiyindən etmirdi, sadəcə üzbəüz düşmüşdük. Belə çətin bir vəziyyətdə hələ sevgidən həyəcanlanmağa da cürətim çatırdı. Nə baş verirdi mənimlə? Niyə? Lift endikcə zırıldayır, arada divarlara sürtünürdü. Doğrudan da köhnə paslı lift idi. Aşağı endikcə hiss edirdim ki, günəşi hələ uzun müddət görməyəcəm. Yeraltı dünya. Heç vaxt bunkerdə olmamışdım.
Bu anlayış ümumiyyətlə mənim həyat tərzimə zidd idi. Necə yəni bunker? Nə deməkdir bu? Nə boyda olur bunker? Nə olur içində? Bu haqda mənə nə müəllimlər danışmışdı, nə valideynlər. Bizim düşük kanalların heç birində bu haqda məlumat verilmirdi. Kəndə gedəndə uzaq qohumların tövlələrinin yanına zirzəmi görmüşdüm. O zirzəmilər çox darısqal və qaranlıq olurdu. Onları zəlzələ və qasırğaya qarşı tikirdilər. Amma metronun altında yerləşən bunker çox geniş, işıqlı və rahat idi. 1-2 il əvvəl metroya minmişdim. Arada görmüşdüm ki, qatar işıqlı yerlərdən keçir. O yerlərə baxanda mənə maraqlı gəlmişdi ki, görəsən metro işçiləri necə yerlərdə olurlar. Nə deməkdir bu yeraltı şəhər? Siçovullar və zəif lampalarla dolu bu adsız küçələrdə nələr var? Kimlər yaşayır, necə işləyir? Biz yavaş-yavaş addımlayıb ətrafa diqqətlə baxırdıq. Qəribə neon lampaları ilə təchiz olunmuşdu içəri. Deyəsən 3-4 mərtəbə aşağı inmişdik. Liftin sürətindən və getdiyi müddətdən belə anlamışdım. Buralar metrodan çox fərqlənirdi. Daha çox hansısa böyük anbarı ya illər öncə atılmış zavod binasını xatırladırdı. Böyük zallarda uzun masalar vardı. Lap uzun masalar. Bu dəmir masalar minlərlə adamın nahar etməsi üçün nəzərdə tutulmuşdu. Eləcə də üzərində giriş qadağandır yazılan dəmir darvazalar vardı. Onların içində böyük anbarlarda yemək saxlanılırdı deyəsən. Ümumiyyətlə bu yeraltı sahə çox geniş və uçsuz-bucaqsız idi. Hər tərəfdə çalın çarpaz yollar. Yerdən boğuq hava qoxusu gəlirdi. Hər yer də ala-qaranlıq. Elə bil yuxudaydıq. Cəmaət bir yerə toplaşıb ətrafa boylanırdı. Mən artıq qorxmurdum. Niyəsə özümü böyük və güclü ölkənin vətəndaşı kimi hiss edirdim. Sən demə mənim görmədiyim nə qədər şeylər var imiş. Heç ağlıma gəlməzdi ki, şəhərin altında bu boyda tikili, bu boyda böyük sistem qurula bilər. Bizi yemək masasının ətrafında oturtdular. Burada müxtəlif təbəqələrdən adamlar vardı. Qocalar, cavanlar, uşaqlar, qadınlar, kişilər. Kimlərsə nəsə daşıyır, bəzi qadınlar içərini təmizləməyə çalışırdılar. Masa ətrafında əyləşən adamlar danışır və öz aralarında baş verənləri müzakirə edirdilər. Kişilərdən biri onları necə iş yerindən çıxardıqlarını danışırdı. Bir qadın evlərinin qapılarını döyən adamlardan danışırdı. Bütün qonşuların qapısını döyüb hamını həyətə çıxartdılar. Dedilər tələsməliyik. Əvvəlcə elə bildik, oğrudular. Sonra onlar bizi inandırdılar. Həyətə düşdük. Bizi göy avtobuslara yığıb bura gətirdilər. Bir kişini fikir götürmüşdü. İş otağımızın qapısı da açıq qaldı. Görəsən onlar sonra bir-bir qapıları bağlayacaqlar. Bəzi qadınlar kişiləri sorğu-suala tutur, müharibə olub-olmadığını öyrənməyə çalışırdılar. Cavan uşaqlar isə bir küncdə siqaret çəkir və ətrafa boylanırdılar. İçəridə 400-500 adam olardı, bəlkə də çox. Lap yas yerinə bənzəyirdi. Hamı gözləyirdi ki, bir nəfər gəlib bizə hər şeyi başa salacaq. Elə müzakirələrin ən qızğın vaxtında arıq, uzun ağ sifət keçəl bir kişi içəri girdi. Onun üz cizgiləri heç Azərbaycanlıya bənzəmirdi. Avropalıya oxşayırdı. Skandinaviya ölkələrindəki adamlara ağ qaşlı, mavi gözlü, uzun arıq bir şey idi. Amma çox səliqəli kostyumda, əllərində ağ əlcəklər, qara tufli, qara pencək. Uzun nazik biləyini, iri bahalı İsveçrə saatı ilə bəzəmiş bu adam qəribə təəssürat yaratdı məndə. Masanın lap başında dayanıb nazik dodaqları ilə gülümsədi. Bu gülüş nə etibar doğurdu, nə də rahatlıq gətirdi. Çox qəribə və soyuq baxışları məni narahat edir, içimdə qəribə şübhələr yaradırdı. Hörmətli vətəndaşlar, deyib sözünə başladı. Xarici oxşamasına baxmayaraq Azərbaycanca danışığından hiss olunurdu ki, uzun illərdir burada yaşayır. Bəlkə də burada doğulub. Heç bir narahatçılığa səbəb yoxdur. Siz Bakının ən böyük yeraltı zirzəmilərindən birinə yerləşdirilmisiniz. Bu zirzəminin sahəsi minlərlə kvadrat metrdir. Burada 10 mindən çox adamın yaşaması üçün şərait yaradılıb. Bu bunker hələ 2-ci Dünya müharibəsi dövründə Stalinin əmri ilə gizli olaraq tikilib və Bakı metrosu tikilən dövrdə bunkerə yollar ayrılıb. Bunker nüvə silahları, qırıcı təyyarələrə qarşıdır və müharibələrdə insanları xilas etmək üçün nəzərdə tutulub. Burada 100-dən çox otaq, içməli su, kanalizasiya sistemi, 20 tonun artıq ət məhsulu, 100 tonun artıq düyü və un məhsulu var. Burada insanların 6 aydan artıq yaşaması üçün bütün şərait yaradılıb. Sizin hamınızı birazdan qruplara böləcəklər və sizə öz otaqlarınızı göstərəcəklər. Ağ xalatlı adamlar sizə nəzarət edəcək. Narahat olmayın, sizin yaxınlarınız və dostlarınız da bu kimi bunkerlərə yerləşdirilib. Bakı ərazisində 5-dən çox belə yeraltı sığınacaq yeri var. Heç narahat olmayın. Gündə 2 dəfə yemək olacaq. Burada toplaşacaqsınız. Dəhlizin sonunda qadınlar və kişilər üçün hamam var. Həftədə 2 dəfə istifadə edə bilərsiniz. Təkcə xahişimiz nizamlı olmağınız və buranın qanunlarını pozmamağınızdır.
Bütün qanunu pozan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinə əsasən cəzalandırılacaqlar. Evakuasiya prosesi başa çatana kimi sizdən təkcə nizamlı olmağınızı xahiş edirik. Narahat olmayın. Özünüzü evinizdəki kimi hiss edin. Bir-birinizə dalaşmayın, növbələri pozmayın. Təşəkkür edirəm. Bu sözləri deyib arıq kişi masadan uzaqlaşdı. Xüsusi qapıçılar tez onu liftə ötürüb yuxarı qaldırdılar. Masa arxasında oturan insanlar biraz sakitləşmişdi. Bir neçə dəqiq müzakirələrdən sonra artıq cəmaatın içində bəziləri seçilməyə başladı. Ən çox danışan qadınlar və hamını idarə etməyə, hamıya kömək etməyə çalışan bəzi kişilər. Görürsüz bizə nə dedilər? Hamımız burada bir ailə kimi qorumalıyıq bir-birimizi. Hə, düzdür. Bizim də balalarımızı bizdən ayırıblar. Nə olar, gəlin hamımız bacı-qardaş kimi bir yerdə köməkləşək, Allah rızası üçün. Bəziləri isə suallarını yağdırıb rahatlana bilmirdilər. Nə olub axı, müharibədir. Ay qardaş, bilmirsiniz nə baş verib? Mənim ailəm Gəncədədir, bilmirsiniz, təkcə Bakıdadır bu evakuasiya. Ay qardaşlar, mən astmayam. Bilmirsiniz burada həkim olur ya yox, onlar bizə dərman haqqında heç nə demədilər. Burada dərman var görəsən. Ay cəmaat, bir-bir danışın. Gəlin belə eləyək, hamının sualları var, amma gəlin bir nəfər təyin edək, gedək yuxarıdakı adamlara bizim sualları versin. Hə, gəlin elə deyək. Deyib, hamı bu fikirlə razılaşdı. Dirsəklərimi masaya söykəyib, başımı aşağı saldım. Başım ağrıyırdı bu müzakirələrdən. Niyə mən bu gün dərsə gəldim ki? Axı, bircə nəfər yaxınım burada olsaydı, ya anam, ya atam, ikisindən biri burada olsaydı, görəsən nə baş verir şəhərdə? Bəs nənə ilə baba? Onlar axı qocadır, onlar da belə yerə gətirəcəklər. Cəmaat suallarını verdikcə qabaqda dayanan kök kişi əlindəki bloknota hamısını yazırdı. Amma suallar bitmirdi ki, bitmirdi. Yaxşı, bəsdirin. Hələ bunlara cavab alaq, sonra o biriləri də verərəm. Onsuz da cavablar yadımda qalmayacaq. Bir imkan verin. Neon işıqlarından başım azca gicəllənirdi, amma mən də yaxınlaşıb kişiyə dedim. Nə olar, xahiş edirəm. Bir nəfərə deyin ki, mən Kamal Əliyevin qızıyam. Onlardan bəlkə kimsə tanıdı, atam neft şirkətində işləyir. Bəlkə o da buradadır. Bəlkə... Amma davamını deməyə vaxtım çatmadı. Kök kişi artıq liftə tərəf yürürdü. Liftin qapısına yaxınlaşanda içəridəkilər dərindən ah çəkib sustular. Kişi barmaqları ilə liftin düyməsini sıxdı. Amma gözlədiyimiz şey baş vermədi. Liftin düyməsi işləmirdi. O bir neçə dəfə düyməni basmağa çalışdı, amma heç bir xeyri yox idi. Heç bir. Aydın idi ki, lifti ancaq yuxarıdan işlədə bilirlər. Artıq deyiləsi bir şey qalmamışdı. Hamı susur və içəridəki yüzlərə insanın hamısının üzü qəribə boz rəngə çalır. Sifətlərdə yavaş-yavaş qorxu əmələ gəlirdi. Görəsən nə olacaq? Ya nə olub görəsən? Niyə lift işləmir? Yəqin ki, lifti ancaq yuxarıdan idarə eləmək olur. Çünki düymələr çox köhnə idi. Mən ətrafa baxır və metronun soyuq küləyini hiss edirdim. Cəmaat çox olsa da basabas deyildi. İsti deyildi. Rahatlığı üçün hər şərait var idi. Yer hamar idi. Düzdür, biraz tozlu idi əşyalar, amma bunu başa düşmək olardı. Bura heç kəs düşmürdü axı. Yerin dibi olsa da buralar işıqlı idi. Hamını görmək və seçmək olurdu. Yadıma atamın bir vaxt dedikləri gəlirdi. Onu da bir dəfə metronun dibindəki zirzəmiyə aparmışdılar. Bunu Daimgilin yaxın dostu, Fövqəladə Hallar Nazirliyində işləyən Nadir müəllim eləmişdi. O vaxtdan hamı bilirdi ki, Bakının altında belə yerlər var. Amma təbii ki, adi cəmaatın bundan xəbəri yox idi. Ətrafda qəribə dəmir qapılar vardı. Kənardakı kiçik bir vaqonlu qatarları toz basmışdı. Yəqin heç nəyə yaramayan xarab vaqonları bura gətirirdilər. Lap fillərin qəbristanlığı kimi insanlar o yan bu yana gəzişir, nəsə danışır, mənsə getdikcə divarın küncünə qısılırdım. Nahar süfrəsi. Bir neçə saat sonra liftin səsi eşidildi. Sükuta dalmış cəmaat bir-birlərini liftin gəldiyini dedi. Yuxarıdan kimsə enirdi. Hamı diqqətlə gözünü liftin qapısına zillədi. Qapılar açılanda ağ xalatlı 2 qadın və 2 kişi liftdən çıxdı. Sinələrində ambar sözü yazılmışdı. Deyəsən bu adamlar bizə yemək verəcəkdilər. Elə də oldu, çox keçmədi ki, dəhlizin sonundakı ambardan təkərli uzun arabalarda xüsusi qablaşdırılmış yeməklər gətirdilər. Hər arabada 100-dən çox belə paketlər vardı. Lap təyyarələrdə verilən yeməyə bənzəyirdi. Hər birimizə kiçik bir paketin içində toyuqlu düyülü bir yemək, böyründə cem və yağ, əl boyda da yumru isti çörək vermişdilər. Biz yedikcə ağ xalatlı adamlar masalara su gətirir, boşalan qabları toplayırdılar. Hiss olunurdu bu adamlar bu işi uzun illərdir ki edirlər. Çox hazırlıqlı görünürdülər. Yemək yedikcə evdə anamın hazırladığı nahar yadıma düşürdü. Mən hələ də harda olduğumun tam fərqinə vara bilmirdim. Cəmaat yeyir və sakitcə bir-birlərinə baxırdı.
Bir saat əvvəl hamıdan sualları yığan kök kişi naharı bitirəndən sonra üzünü bu xalatlara tutub dedi. Xanım, bilmirsiniz yuxarıda nə baş verib, bizi niyə bura gətiriblər? Qadın diqqətlə ona baxıb gülümsədi. Narahat olmayın, sizə lazım olan hər şeyi deyəcəklər. Onun bu rahat və soyuq cavabı hamını əsəbləşdirirdi. Mən də özümdən çıxdım, hətta heç vaxt heç nəyə fikir verməyən qara paltarlı oğlanın da qaşlarından hiss etdim ki, çox əsəbidir. Qadınlardan biri qabağa çıxıb dedi. Ay qızım, bu nə danışıqdır, biz sənin üçün nəyi burada? Bu qədər adamı basmısınız bu quyuya, hələ deyirsiniz narahat olmayaq. Mənim balalarım bilmirəm hardadır, oğlum hardadır, qızım hardadır, ərim hardadır. Narahat olmuyum, necə narahat olmayım, hə? Yeməklə olmur, yarı canımız ailəmizin yanındadır. Ağ xalatlı qadın üzünü qoca nəniyə tutub dedi. Xala, mən heç nə deyə bilmərəm, mən özüm də bilmirəm nə baş verib, bu sadəcə mənim işimdir. Kök kişi söhbətə qoşuldu. Ay bala, sənin adın nədir? Nərgiz. Mən də əziz kişiyəm. Bax, bu boyda millət yığılıb aşağıda verib əziz kişiyə bu boyda sualları ki, qalx yuxarı soruş. Lifti basırıq, lift işləmir. Bax, bu nə deməkdir, hə? Əziz müəllim, lift ancaq yuxarıdan basılanda işləyir. Buradan yuxarı sadəcə siqnal gedir. Başa düşdünüz? Sadəcə siqnal. Bizim işimiz sizi gündə 2 dəfə yeməklə təmin etməkdir. Yaxşı, Nərgiz qızım, bəs nə olub ki, bizi bura yığıblar? Müharibədir. Bilmirəm, mən heç nə bilmirəm. Məni bura səhər saat 8-dən çağırıblar. Həmişə kimi yemək hazırlığını görmüşük. Necə yəni? Bilmirdiniz ki, cəmaatı bura salacaqlar? Yox, yox. Deyib qız əsəbi əllərini masaya çırpdı. Mən də sizin kimi adamam. Bilsəydim nə olub deməzdim sizə. Mən burada işləyirəm. Biz həftədə bir dəfə bura gəlib ambarları yoxlamalı və vaxta keçmiş məhsullar haqqında ərizə yazmalıyıq. İçərini təmizləməliyik. Mən adi xadiməyəm. Bunlar da. Deyib yandakı adamları göstərdi. Sonra daha aşağı səslə davam etdi. Biz də səhər tezdən bura gəldik. Səhərdən buradayıq. Gözətçilər biz çıxmaq istəyəndə dedilər ki, indi cəmaat gələcək, onlara xidmət eləməyə vaxtı gəlib. Şəhəri yığırlar yerin altına. Biz də heç nə bilmirik. Burada nə baş verir, niyə baş verir bilmirik. Heç ola bilməz ki, siz orada yuxarıdakılarla bir yerdə oturasınız və heç nə danışmayasınız öz aranızda. Nə olub, müharibədir, düzünü deyin, ermənilər gəlib. Yox, onlar bizimlə danışmırlar. Biz işçi qüvvəyik. Özünüz bilmirsiniz güya necə olur. Bəyən müdirlərin söhbətini işçilər bilir ki, otururlar kabinetdə, qapıları bağlı, heç kəsi içəri buraxmırlar. Yaxşı, bəs müdir kimdir? Kimdir buranın başçısı? Əziz dayı getdikcə əsəbləşir, qızarıb bozarırdı. Ağ xalatlılar yavaş-yavaş liftə yaxınlaşdılar. Gözləyin, biz yuxarıdan bir adam göndərərik. Suallarınızı bizə verin, onlara çatdıraq. Əziz dayı əlindəki bloknotu qıza uzatdı. Aşağı yenə sakitlik çökdü. Hamının qarnı tox olsa da fikri qarışıq idi. Yanımda oturan qızla danışırdıq. Qız universitetdə oxuyurdu. İqtisad universitetində. Aydan çox qorxurdu. Məndən böyük olsa da hiss edirdim ki, mənə daha çox ehtiyacı var. Yaman narahat idi. Qardaşına zəng etmək istəyirdi, amma onun da telefonunu almışdılar. Kimin telefonunu almamışdılar ki, hamı burada əli yalını idi. Yuxarıdan gələn vardı. Təzə adamlar idi. Onlar da hardansa gətirmişdilər. Bax, həmin an əsl qarma-qarışıqlığı başladı. Hamı öz yaxınlarını axtarır, analar uşaqlarının adını çağırırdılar. Uşaqlar valideynlərini səsləyir və kimlərsə bir-birinə qovuşa bilirdi. Onlar qucaqlayıb ağlaşırdılar. Bu səhnə hamıya lap pis təsir edirdi. Axı, onların da yaxınlar hansı yollarda növbələrdə ilişib qalmışdı. Bu necə olacaqdı bəs? Bir-birinə necə xəbər tutacaqlar? Həm də bilmirdilər nə baş verib bayırda, nədən qorxacaqlarını da bilmirdilər. Aydan da susmaq bilmirdi. Görəsən nə olub, niyə bizi bura salıblar, sən özün nə fikirləşirsən? Onun bu sualı məni çaşdırdı. Doğrudan da mən nə fikirləşdiyimi bilmirdim. Bilmirəm, düzdür, suallarım çoxdur, amma heç bir variantım yoxdur. Səncə, bəs niyə buradayıq? Aydan dedi. Bakıda müharibə gedir, 100% müharibədir. Nə bilirsən, axı Qarabağ məsələsi sülhlə həll olacaqdı. Həm də elə güclü atışma yoxdur ki, ermənilərlə. Niyə birdən müharibə olsun? Yox, məncə bu ermənilər deyil. Mən təəccübləndim. Bəs kimdir? İran hücuma keçib. Niyə? Niyə İran bizimlə müharibə eləsin ki? İran eləmir ki, Amerika İran adıyla bizi bombalayacaq ki, İrana nifrət edək. O bu sözlər deyəndə həmin ağ qaşlı, göz arıq kişi yanımıza peyda oldu. Cavan xanımlar burada nə danışır? Onun gülüşü və nazik dodaqları mənə çox pis təsir etdi. Biz cavab vermədən sadəcə qaşqabaqla ona baxdıq. Çünki bu adam həqiqətən bilirdi burada nə baş verir, amma heç kəsə demirdi. İran? Ha, güldürməyin məni. Niyə sizin ağlınıza belə şeylər gəlir? Kimsə danışır belə şeyləri? Aydan əsəbləşib dedi. Yaxşı, bəs onda nə baş verib? Niyə demirsiniz bizə?
Xanım qız, bizim işlərimiz lap çoxdur. Vaxtı gələndə hər şeyi biləcəksiniz. Hələ sizi otaqlara bölmək lazımdır. Sonra paltarlar vermək. Sonra yolda qalan adamları gətirmək. Hələ sizə nəzarət edənləri göndərmək. Bilirsiniz bu necə çətin işdir? İçinizdə xəstəsi var, narkomanı var, cinayətkarı var. Qoyun hələ biz öz işlərimizi görək. Yuxarıda 100 nəfərlik komanda ancaq sizin rahatlığınız üçün çalışır. Şəhərdə yüzlərlə avtobus sizin kimi insanları bunkerlərə toplayır. Hamı işləyir, hamı çalışır. Narahat olmayın. Axı siz nə qədər çox narahat olsanız, bizim işimiz o qədər çox çətinləşəcək. O bu sözləri deyib, uzun dəhlizlə addımlamağa davam etdi. Mən Aydana baxdım, o da mənə. Daha heç nə deyə bilmədik bir-birimizə. Çünki o düz deyirdi. Bu kişi çox ağıllı birisinə bənzəyirdi, həm də bu qədər narahatlıq nəyə lazımdır ki? Axı hər halda 21-ci əsrdir. Nə acından öləcək, nə soyuqdan. Sadəcə ölkənin qanunudur. Nə isə təhlükəli bir şey olub, bizi də o təhlükədən qoruyurlar. Bu kişi 100% Avropalı idi. Bizim kişilər belə ağ və uzun olmurlar. İndi daha çox ətrafa baxıb müşahidə eləyə bilirdim. Necə də qəribə adamlar var idi burada. Hər təbəqədən, hər səviyyədən adamlar. Bəziləri bayır paltarında, bəziləri ev paltarında, bəzi kişilər kostyumlu elə bil ofislərindən dartıb çıxarıblar. Bəzi qızlar isə ümumiyyətlə makiyajsız, saçları pis gündə. Cavan oğlanlar da vardı içəridə, amma mənim gözlərim təbii ki onu axtarırdı. Aydanla danışanda onu itirmişdim. İndi yenidən tapmaq istəyirdim. Gözlərimlə insanları inceləyir, ala qaranlıq dəhlizdə qara kapşonlu oğlan silüetini axtarırdım. Onu çox geç tapdım sözün düzü. Künclərin birinə qısılmış, başını divara söyküyüb gözlərini yummuşdu. Aydanın əlindən tutub yavaş-yavaş o tərəfə yönəldim. Aydan nə isə danışır, öz həyatının hekayəsini qurur. Mənsə onu eşitmir, sadəcə arada bir səsimi çıxarırdım ki, güya qulağım ondadır. Əslində bütün fikirlərim oğlanda idi. Necə yəni? Yəni doğrudan bu vaxtı yatır. Cəmaət qorxu təlaş içində o da başını divara söyküyüb yatır, ola bilməz. Ona yaxınlaşdıqca içim əsirdi. Həmişəki kimi özümü itirirdim. O gözlərini yummuşdu, məni görmürdü. Yatırdı ya yatmırdı, bilmirəm. Amma baxışlarını adamın içinə zilləməyəndə ona doyunca baxa bilirdim. Düz yanındakı boş oturacaqlarda oturduq. Əziz kişi yenə cəmaatı başını toplayıb nəsə danışırdı. Deyəsən Qarabağ müharibəsindəki savaş xatirələrini yada salır, arada qışqıra-qışqıra əlini əlinə çırpırdı. Kişilər onun dediklərini təsdiqləyir, arvadlarsa başlarını yelləyib üzlərini turşudurdular. Heç kəs bilmirdi burada nə qədər qalacağıq. Ağsivət kişinin dediyinə görə burada 6 aylıq ərzaq vardı, amma bu o demək deyildi ki 6 ay burada keçirəcəyik. Əgər bayırda nə baş verdiyini bilsəydik, heç olmasa təxmini bilərdik bu nə qədər çəkə bilər. 303 nömrəli otaq. Dəhşətli siqnal səsindən hamı diksindi. Bu qısa, amma çox uca bir səsdən az qaldı qulaqlarımız cırılsın. Oturan, yatan, mürgüləyən hər kəs ayağa qalxıb ətrafa baxdı. Qorxudan əllərim əsməyə başladı. Bu nə səs idi? Hardan gəldi bu səs? İçərdən yoxsa çöldən? Bu çox nazik səs şüşəni silərkən gələn göyültü kimi idi. Amma çox möhkəm. Hətta bunkerin divarları silkələndi desəm, şişirtmərəm məncə. Bir dəqiqə keçmədi ki, liftin qapısı açıldı və Ağsivət kişi içəri girdi. Hörmətli vətəndaşlar, indi sizi otaqlara yerləşdirəcəklər. Zəhmət olmasa sıra ilə düzülün. Narahat olmayın. Səsə görə narahat olmayın. Siz otaqlarda olsaydınız, bu səs sizi narahat etməzdi. Bu bizim səhvimizdir. Üzr istəyirik. Üzr istəyirik. Bu sözlərdən biraz sakitləşdim. Deməli, nəsə yuxarıdakı işlərlə bağlı bir şeydir. Deməli, heç bir bomba partlamayıb şəhərdə. Biz sıraya düzüldük. Ağsivətin ardınca bir neçə adam gəldi. Onlar tez bizi 5-5 qruplara ayırıb, qarşımızdakı qapılara doğru apardılar. Yan-yana otaqların üzərində rəqəmlər vardı. Bizim otağın nömrəsi 303 idi. Onların otağın qapısını açdılar və biz içəri daxil olduq. Sonra qapını arxadan bağlamamızı xahiş etdilər. Geniş otaqlar idi. 5 nəfərin yatması üçün ayrı-ayrı yataqlar, əl üzüyan, dəsmallar, stol və stul üstü lampa, müxtəlif zəruri əşyalar. Yenidən Talih üzümə gülmüşdü. O mənimlə bir otağa düşmüşdü. Mən, Aydan, əziz kişi, bir başqa kişi və o. Bəlkə bu doğrudan da Talihin oyunu idi. Bəlkə bütün bu boyda bunker, bu boyda evakuasiya sadəcə məni onunla görüşdürə bilmək üçün lazım idi. O diqqətlə otağa baxır, ara bir gözlərimiz toqquşur və tez də qaçırdı bir-birindən. Amma ki 2 saniyə keçmirdi ki yenidən baxışlarımız rastlaşırdı. Aman Allah, axı mən niyə özümü bu qədər itirirdim? Elə bil bu boyda evakuasiya, bu boyda hadisələr onun heç vecnə də deyildi. Ən küncdəki yatağı seçib uzandı. Əllərini başının altına birləşdirib tavana baxdı və bütün axşam davam edən söhbətlərdə onun səsini bircə dəfə də eşitmədik. Əziz kişinin danışdıqları. Səhər yuxudan duranda əvvəlcə bilmədim hardayam.
Mənə elə gəldi ki, evdəyəm, amma bu alçaq tavan və beton divarlar harda olduğumu yadıma saldı. Səhər olsa da otağın içi qaranlıq idi. Əziz kişi nəsə danışır, Aydan dişlərini fırçalayır, o biri kişi Əziz kişiyə qulaq asırdı. Oğlanı isə otaqda deyildi. Mən ayağa qalxıb Aydına yaxınlaşdım. Bəs o oğlan hardadır? O gülümsəyib dedi. Kənan deyirsən? Onun adı çəkiləndə elə bil üstümə qaynar bir su tökdülər. Niyə Kənan? Necə yəni Kənan? Gecə gündüz onun haqqında fikirləşsəm də çox ağlıma gəlməmişdi adını öyrənim. Mənim üçün o adsız qəhrəman olaraq qalmalı idi. İndi də Kənan adına öyrəşməli idim. Deməli Kənan imiş. Mən Aydana baxıb dedim. Artıq tanış olmusunuz? Yox. Onu nə qədər danışdırmaq istədim, danışmadı. Bircə adını bilirəm. Əziz dayı soruşandı dedi. Sonra da çıxıb getdi. Hara getdi? Bilmirəm, deyəsən o bir otaqlarda dostlarını axtarır. Mən bilən onun dostu yox idi, amma bu fikri dilimə gətirmədim. Fikrim Əziz dayının danışdıqlarına yönəlirdi. Sonra da bizi Xan kəndinə göndərdilər. Çox çətin idi o vaxtlar. Bir belə qaçqınla 2 gizir, bir leytenant, BTR-ləri qaldırdıq təpəyə. Danışdıqlarına fikir verdiyimizi görən kimi kişi mövzunu dəyişdi. Hə, qızlarım, gəlin bura. Siz bir yerdə oxuyursunuz? Aydan cavab verdi. Yox, mən universitetdə oxuyuram, iqtisadda. O isə məktəblidir. Əziz dayı mənə baxıb dedi. Qızım, sənin adın nədir? Fidan. Fidan, qızım, qorxmayın. Mənim də sizin boyda nəvələrim var. Hamısı üçün narahatım. Onlar da atadan, anadan ayrı düşüb. Əziz kişi buradadırsa, heç zad ola bilməz sizə. Mən gülümsədim. Bu gülüş adətən evimizə gələn uzaq qohumlarla bölüşürdüm. Onlar deyəndə ki, mən necə böyümüşəm. İndi isə tanımadığım bir kişi mənə hər şeyin yaxşı olacağını deyirdi. Mən də gülümsəyirdim. Baxın, səhərdən Fikrət müəllimə danışıram müharibədən. Evakuasiya nədir ki, biz aylarla səngərdə qalırdıq. Bu bunkerləri də Sovetin vaxtından tikiblər. Bakı cəmaatı bilmir, amma paqonlu adamların çoxu bilir ki, metronun altında böyük qəsəbələr var. Bu qəsəbələrə 100 minlərlə adam yığmaq olar. Bunları o və Alman qırıcılarına görə tikiblər. Bütün Sovet ölkələrində belə yerlər var, amma ən əsası neft şəhərlərində. O vaxt Hitler istəyirdi Bakını partlada ki, Sovetin təyyarələri uça bilməsin. Mən soruşdum. Əziz dayı, bəs bura düşməyimizin səbəbi nədir? Sizcə, niyə bizi buraya salıblar? Məsələ İrandadır. Müharibə yaxınlaşır İrana. Hörmüz boğazında İsrail ilə Amerikanın hücumu gözlənilir. Niyə ki? Niyə İran? Bax, bilmirsiniz niyə? İran da İraq kimi məsələ neftdədir. Həm də İran Çinə satılan neftin 80%-nə sahibdir. Amerika da Çinlə həmişə rəqib olub. Niyə elə deyirsiniz? Amerika heç günahsız yer kiməsə hücum eləyər? Qızım, siz elə cavansınız, bilmirsiniz. Mənim 60 yaşım var. Amerika 2-ci Dünya müharibəsindən sonra 60 ölkəni bombalayıb. Öz də bunu mən demirəm ki, bunu bütün sənədlər yazır. 60-a yaxın ölkəni, 60-a yaxın ölkə. İran yazı axırıncı dəfə 200 il əvvəl harasa hücum edib. Düzdür, bizimkilərin zəhləsi gedir İrandan, amma bunlar hamısı cəmaata təsir etmək üçündür. Siyasətdir İran haqda danışılan hər şey. Nüvə silahı zat, hamısı boş şeydir. Nüvə silahı başqa şeydir, nüvə stansiyası başqa. Bu sadəcə ekoloji təmiz enerjidir. Elə bilin ki, İran istəyir öz neftini istehsal edəsin, zavodlar açsın və zavodlar nüvə enerjisi ilə işləsin. Amerika da deyir ki, xeyrola sən nefti bizə satmayıb, özün zavodda istehsal eləyirsən. Xeyrola zavod açıb, avtomobil, kompüter, avadanlıq buraxmaq istəyirsən. Koreya Avropanın sanksiyalarına baxmayaraq 40 ildir ki, nüvə silahı istehsal edir. Gör heç ona dəyib dolaşan var. Avropa ölkələrinin hamısında nüvə zavodu var, amma İranı olmaz, çünki saqqalları ingilislərin xoşuna gəlmir. Yox, çünki məsələ neftdədir. Güya İraqda nüvə silahı tapıldı ki, hamı qulaq ardına vurdu. Elə bil heç elə söhbət olmayıb. Siz uşaqsız, hələ belə şeyləri bilməzsiniz, amma hazır olun. İranla müharibə başlayıb yəqin. Çox güman ki, orada hansısa nüvə zavodunu bombalayıblar. İndi də bizi bura yığıblar ki, zəhərlənməyək. Mən soruşdum. Yaxşı, əziz dayı, tutaq ki, düz deyirsiniz. Bəs bu bunkerdən nə qədərdir ki, 3 milyonluq Bakını yerin altında necə yığacaqlar? Kişi üzünü büzüb dedi. Bax, onu mən də bilmirəm. Yəqin ki, çox adamı qoymurlar evdən bayıra çıxsın. Yəqin ki, bizi evakuasiya edəcəklər. Aydan bu sözü son saatlar çox eşitmişdi. Nə olduğunu soruşmağa da utanırdı, amma mızıldayıb dedi. Dayı, o nə deməkdir ki? Nə, evakuasiya? Qızım, görmüsən filmlərdə zəlzələ, vulkan olan yerləri, dövlət yığır cəmaatı avtobuslara, maşınlara, təhlükəsiz yerə köçürür. Bax, bizi də yəqin Yevlağa köçürəcəklər. Bəlkə də NATO-nun hərbi bazası olacaq. Bakı burada bəlkə müharibə davam elədi. Amma siz narahat olmayın, heç narahat olmayın. Əziz kişi buradadır.
Əziz dayı, sizin danışdıqlarınızdan sonra necə narahat olmayaq? Bəs bizim ailəmiz, atamız, anamız? Bala, bizi Qarabağdan bura kimi gətirdilər. Mən uşaqlarımla çadırda yaşadım 2 il, sonra da 3 il vaqonda. Axır nə oldu? Günün bir günü pendir satmağa başladım vaqonun qırağında, elə qovum əqraba alırdı pendiri. O pılıyığı basmoyda bir piştaxta götürdüm. Sonra ikincisini götürdüm. Sonra balaca dükan açdım, işlətdim. Ailəmi də götürüb köçdüm Bakıya. Sonra da qaçqın pensiyası alanda mənə tərs-tərs baxırdılar ki, evimdə kondisioner də var, televizor da, amma o 5 manatdan gözümü çəkmirəm. Daha başa sala bilmirdim ki, o 5 manat mənim haqqımdır. Bu ev, televizor isə mənim öz çalışqanlığımdır. Bala, siz cavansız, belə şeyləri bilməzsiniz. Onun dəqiqə başı cavansız deməyi məni biraz darıxdırırdı, amma sözündə həqiqət vardı. Əziz kişi yenə nəsə danışırdı ki, yemək zəngi çalındı. Biz tez üstümüzü düzəldib qapıya çıxdıq. Uzun masa olan zara tərəf irəlilədik. Doğrudan acımışdım. Aydan mənim əlimdən tutmuşdu. Yaxşı ki, biz qızlar tez dostlaşa bilirdik. Telefonlarımız olsaydı, artıq 3-4 şəkil çəkib Facebooka da qoymuşduq. Elə Facebook demişkən, əgər internet olsaydı anama yazardım. Yazardım ki, narahat olmasınlar, soruşardım hardadırlar. Nə vaxt olsa açıb oxuyacaqdılar onsuz da. Uzun masanın ətrafında yığıldıq. Ortalama hardasa 500 nəfər olardı, amma bilirdik ki, o biri tərəflərdə başqa masalar da var. Yenə üstlərində ambar yazılan adamlar bizi yemək hazırlamağa getdilər. Bu dəfə onlara adi adamlar da kömək edirdi. Axı olur belələri, küçədə maşın itələyən, kimsə yıxılan kimi birinci qaldıran, avtobusda cavanlara da yer verən. Bax, həmin diribaş uşaqlar, kişilər, qadınlar yeməkləri masaya düzür, hamıya kömək edirdilər. Dünənə baxanda insanlar daha az həyəcanlıydılar. Yəqin ki, otaqlarda bir-birlə tanış olduqlarından özlərini tənha hiss etmirdilər. Məsələ İranla müharibə idisə, onda atam 100% məni tapacaqdı. Axı o neft şirkətində işləyir. O qədər tanış əlaqələri var. Yəqin ki, onun hər şeydən xəbəri var və bir neçə günə məni buradan çıxaracaq. Ola bilsin ki, azaldakı tanışlarının köməyi ilə bizi buradan köçürmək istəyir. Bizim İstanbulda kiçik bir evimiz var. Amma bunu heç kəs bilmir. Atam o evi keçən il almışdı. Yadıma gəlir, o da deyirdi ki, İranla vəziyyət bizə də təsir edə bilər. Amma onun qorxusu bombalar deyildi. O deyirdi ki, İran vətəndaşları Bakıda böyük evlər, banklar, şirkətlər almağa başlayıb. Hamı müharibəyə hazırlaşır. Bakıya da oradan 10 milyondan çox qaçqın gələ bilər. Bu ölkənin iqtisadiyyatını məhv edə bilərdi. Ona görə İstanbulda ev almışdı. Yox, biz o qədər də varlı deyilik. Əslində İstanbulda evlər bizimkilərdən düz 2 dəfə ucuzdur. Elə Gürcüstanda da, Ukraynada, Moldovada, hətta Amerikada hər şey bizdə olan qiymətlərdən ucuzdur. Amma xalqın bundan heç xəbəri yoxdur. İranla müharibə məni yaman sakitləşdirmişdi. Deməli, biz rahat köçə biləcəyik. Bax, Azərbaycanla olsaydı müharibə, hava yolları bağlanardı, qalardıq Bakıda. Kasıblar şəhid olardı, varlılar kasıb olardı. Bu qorxulu idi mənim üçün. Ola bilsin ki, vətənpərvərliyim azdır, amma tam dərinlərdə heç bir qız istəməz səngərdə tibb bacısı olsun. Hər bir qızın arzularında ağatlı şəhzadə, uzaq sahillər və gözəl musiqi olur. Düzdür, bəzi adamlar var ki, müharibəni sevirlər. Qisas almağı, döyüşməyi, güclü və mərd olmağı. Mən isə sadəcə xoşbəxt olmaq istəyirəm. Kimsə qəhrəman medal lazımdır. Mənə isə Starbucksda karamelli frappuccino da bəs edir xoşbəxtlik üçün.